Salam dəyərli izləyicilər, Biqazın bugünkü qonağı fəlsəfə üzrə fəlsəfə doktoru, sosiolog Mail Yaqubdur. Xoş gəldiniz Mail. Xoş gördük. Mən istəyirəm ondan başlayaq ki, birinci sualımız ki, son vaxtlar insanlar ümumiyyətlə qarşılaşdıqları problemlərə reaksiya verməyi istəmirlər, yəni maraqlı deyirlər. Məsələn, eyni problemi yaşayırlar, amma deyirlər sən ki, məsələn, müraciət elə hansısa bir quruma, ictimailəşdir, yox, mənlik deyil. Yəni, sanki bir çəkincəlik var, amma o problemdən də əziyyət çəkməyə davam edirlər. Bunun səbəbi nələrdir? Qorxu mu olar, qeydlikmi? Bu, birinci, ümumiyyətlə müasir insanın bəlasıdır. Müasir dövr insanları hərəsini öz qınına sanki sığdırıb, hərə öz qınına çəkilib. Buna individuallaşma deyirik, fərdiyyətçilik deyirik. Hər kəs düşünür ki, mənim problemim mənimdir, başqasına aid deyil. Bu mədəniyyət bizə yad mədəniyyətdir. Biz müsəlman şərq mədəniyyətinə mənsubuq. Müsəlman şərq mədəniyyətində fərdiyyətçiliyə yer yoxdur. Əgər qonşu narahatdırsa, mən də narahat olmalıyam. Dost, qohum narahatdırsa, problemi varsa, mən də ona görə narahat olmalıyam ən azı, əgər kömək edə bilmirəmsə. İndi burada bir səbəb budur fərdiyyətçilik. Başqa səbəblər də var. Məsələn, qorxu. Amma nədən qorxu? Qorxunun da bir neçə növdür. Məsələn, zəif görünməkdən qorxu. Şəxsən bu bizə xasdır. Azərbaycan toplumunda, xüsusilə şəhər yerlərində yaşayan insanlarda bu görünür. İnsanlar məni zəif görməsin. Hər kəs istəyir ki, olduğundan daha varlı, zəngin görünsün. Bu səhvdir, bu yanlışdır. Məsələn, imkanı 5 manata çatır, 15 manatlıq toy eləyir. Yasında da həmçinin. Təmtəraq olsun, heç kimdən geri qalmayayım və s. və ilaxır. Bu da bir qorxudur da. Qorxur ki, insanlar ona rişxənd edərlər. Qorxur ki, insanlar onun sözünü danışarlar, abrı gedər. Və s. və ilaxır. Zəif görünməkdən qorxur insan. Yanlışdır, səhvdir. Niyə zəif görünməkdən qorxursan? Ümumiyyətlə, məgər insan öz problemini kiməsə deyəndə bu zəiflik əlamətidir, qətiyyən. Həzrət Əli də o güclü şəxsiyyət. Yaxın silahdaşları ilə oturub dərdləşirdi, söhbətini deyirdi, sözünü deyirdi. Böyük liderlər də bəzən yaxın dostları ilə otururlar, ürəklərini boşaldırlar. Bu zəiflik əlaməti deyil, insanıq. İnsan mütləq danışmalıdır dərdini, bölüşməlidir. Bir çox bu gün xəstəliklərin əsas səbəblərindən biri də danışmamaqdır. İnsan dərdini danışmır heç kəsə. Deyir, Əliağa Vahidin məşhur qəzəl ustadının gənclik dövrlərində başqa bir qəzəl ustadı varmış. Qəzəlxanlar onun evinə yığışarmışlar. Vahid bir gün gedir, hamıdan tez gedir ki, icazə alsın o ev sahibindən, ustad qəzəlxandan. Mən də o məclislərdə iştirak edim deyir. Və o ev sahibi ustad Vahidi imtihana çəkir. Qabaqlarına çay gəlir, armud stəkanda. Armud stəkanı mən əlavə edirəm, yaraşıq vururam, əzək vururam. Və bir misra deyir. Bir beyt, 2 misradan ibarətdir də. Bir misra deyir ustad. Deyir ki, çayı içib qutarana qədər, 2-ci misranı gətirə bilsən, səni qəbul edəcəm bu şairlər məclisinə. 1-ci misra belədir. Bir qəmim vardır. 1000 qəmim vardır birin, 1000 qəmim vardır birin, mindən bir adam bilməyir. 1000 dənə qəmim var. Bir adam bilmir. Heç kim bilmir o 1000 dənə qəmim. Hamısı mənim içimdədir, gizlin. Və başlayır çayını içməyə. Vahid 2-ci misranı gətirir. Həm bu bir qəm ki, 1000 adəmdən bir qəm bilməyir. Bu da 1001-ci qəmdir. 1000 qəmim var və bunu heç kim bilmirsə, bu bilməməyin özü 1001-ci qəmdir. Bir var cəmaat bilə, insan, yaxın dost, tanış, sirdaşların bilə, 1000 qəm elə 1000 qəm qalır. Biraz da yüngülləşirsən. Amma deməyən də bu yanlış, başqa bir səbəb qorxu, münasibətlərin pozulmasından qorxur. Mənim başıma gəlir, mən bunu yaşayıram bəzən. Yanlış bir hərəkət olur şəxsimə qarşı,
susuram. Niyə susuram? İstəmirəm münasibətlərim pozulsun. Və s. və ilaxır. Başqa bir deməli səbəb də ola bilər susmağın. Qarşı tərəfə əhəmiyyət vermirsən və yaxud öz probleminə əhəmiyyət vermirsən. Siz problemdən soruşdunuz. Öz probleminə əhəmiyyət vermirsən. Laqeyd onun bir səbəbidir, amma bütün bunlar səbəb olmamalıdır susmağa. Heç kim demir ki, sən elə qışqır ki, hamının qulağı batsın, yox. Amma hər bir halda insan öz dərdini, problemini deməyi bacarmalıdır. Bir də ikinci sual bundan ibarət ki, ümumiyyətlə bu gün Azərbaycanda ortalama maaş gənclər arasında 500-600 manatdır. Amma bu gənclərin yəni ailələr tərəfindən, valideynlər tərəfindən evləndirilməsi böyük bir ənənə halına alıb. Yəni nə var ki, valideyn arzusudur. İndiki həyat şəraitində, yəni 500-600 manat maaş alan bir gəncin evləndirilməsi nə dərəcədə düzgün? Yəni valideynlər ömrünün sonuna kimi o gənclərin yanında dura bilmir də. Bu mümkün deyil. Və o aydın məsələdir ki, o maddi problemlərə görə əvvəl-axır boşanacaqlar. Çünki elə bir il sonra olacaq bir 3 nəfər uşaq bezi, nə bilim, uşaq qidaları və s. Yəni valideynin arzusuna görə gənclərin zorla evləndirilməsi də, yəni bu zorlardır mən deyərdim. Razı deyiləm ki, boşanmaların yüksək faizi maddi problemlərə görədir. Mən bundan razı deyiləm. Burada psixoloji problemlər var, sosioloji problemlər var. Gəlin statistika araşdırmaları edək, görək Azərbaycanda boşanan ailələrin neçə faizi sırf maddi sıxıntıya görə boşanır. Əgər belə olsaydı, ötən əsrin 60-cı, 70-ci, 80-ci illərində Azərbaycandakı əhalinin gərək ailələrin 90% boşanardı. Çünki 60-cı illərdəki problem indikindən çox idi maddi problemlər. Ötən əsrin 60-cı illərində. Və ana başı da siz bilirsiniz ki 6,7 uşaq düşürmüş. İndi 1,6-dır. O qədər yeni başlanır. Yəni həm çox uşaqlı olurdular, həm sədaqətli olurdular. Ailələrin boşanmasının problemi sədaqət problemidir, vəfadarlıq problemidir, bir-birini yola verməmək problemidir. Bu psixoloji problemlərdir. Amma 500-600 manat maaşla bir gənc ailə qura bilərmi? İndi sizə sual verirəm. Burada problem 500-600 manat maaş məsələsi deyil. Problem o gəncin həyata baxış məsələsidir. Əgər bir gənc tənbəldirsə və atası hər ay 500 manat yox, 5000 manat pul verirsə ona, amma özü tənbəldir, işdən qaçır, vecsizdir, laqeyddir. Belə bir gəncin evləndirilməsi təhlükəlidir. Niyə? Çünki bu adam sabah o ata dünyadan köçsə qəfildən, o gənc qalacaq başlı başına, heç bir iş bacarmır. Əsas 500 manat maaş məsələsi deyil. Əgər bir gənc 500 manat maaş alırsa, amma çalışır, perspektivi var, daim yeniliyi axtarır, tənbəl deyil. Onun maaşı, onun gəliri 500 manatda qalmayacaq, çox alacaq 100%. 1 ilə, 2 ilə, 3 ilə, 5 ilə. Nə etsin? O getsin, özünə uyğun bir qız tapsın, ailə qursun. Əgər bir xanım qız onun 500-600 manat maaşına qane deyilsə, ondan ailə qurmasın. Amma elə bir xanım ki, o qanedir ona, deyir, eybi yox, biz hələlik aşağı imkanla yaşayarıq, yavaş-yavaş əl-ələ verib həyatımızı qurarıq. Bax, onda mümkündür, əlbəttə mümkündür. Bu şərtlər çox deyir, bir şərt deyil. Siz az öncə dediniz ki, yəni onun yəni maddi vəziyyətini qəbul edən bir xanım. Elə üçün sual bundan ibarət idi ki, qadınlar bu günləri yəni elə bir evlənməyə gənc axtarırlar ki, onun maaşı yəni daha yüksək olsun, daha nə bilim xarici maaşın olsun və s. Və bu daha çox efirlərdə ümumiyyətlə qınanılır. Məsələn, hüquqşünaslar tərəfindən, ayrı ekspertlər ki, siz bu günləri biz 80-ci illərdə bizim dövrümüzdə bir-birimizin köhnəsini geyinirdi uşaqlar. Amma siz indi bəyənmirsiniz. Qadın indiki bu günləri balaca bir uşaq da, yəni özünü üstə görür də, bahalı geyim tələb edir, valideynə nə bilim cihaz tələb edir. Qadınların özünü üstə görməsi sizcə tənqid olunmalıdır? Yoxsa yəni biz necə 80-ci illərdə valideyn əziyyət çəkibsə, bu gün 2026-da, yəni o əziyyəti gənclərmi çəkməlidir? Yəni bu baxış bəzən tənqid olunmalıdır, bəzən yox. Əgər bir xanım həyat yoldaşından işləmək tələb edirsə, çalışmaq, konuşmaq tələb edirsə və əri, həyat yoldaşı, evin kişisi o xanımın təminatını ödəməyə gecə-gündüz çalışırsa, vuruşursa, amma xanım bundan razılaşmırsa, bu artıq bir qədər qudurğanlıqdır. Üzr istəyirəm xanımlardan. Amma
Burada yenə də variantlar çoxdur. Bir mənalı qərar vermək olmur. Bir xanımın aşırı dərəcədə həyat yoldaşından təmtəraqlı həyat tələb etməsi əlbəttə qınanılmalıdır. Hər kəs özünə uyğun həyat tərzini müəyyənləşdirməlidir. Mən orta təbəqəyə aidəmsə, mən təbəqələşdirmirəm əhalini. Söhbətim onda deyil. Amma bir xanımın əgər həyat yoldaşı ayda 1000 manat, 2000 manat pul qazanırsa və bu xanımın təsadüfən bir rəfiqəsi var, o rəfiqəsinin həyat yoldaşı hər ay 10.000, 20.000 pul qazanır. Bu xanım şirin həyatını pozmasın. Gəlib öz həyatını rəfiqəsinin həyatı ilə müqayisə etməsin. Rahat yaşayır, normal yaşayır. Söhbət ondan getmir 1000 manatdan, 2000 manatdan qani olsun. Xeyr, çalışsınlar, daha yaxşı həyat kursunlar üzərinə. Amma mən səndən boşanıram ki, gedim özümə 10.000-lik, 20.000-lik hər ay pul qazanan, 50.000 qazanan, 100.000 qazanan ər tapacam. Bu xanım bu addımı atırsa səhv edir. Səhv edir, həyata belə baxmasın, özünü o rəfiqəsinə müqayisə etməsin. Yaxşı olar ki, özünə uyğun rəfiqə tapsın. Mən bir dəfə yazmışdım Facebookda, maddi baxımdan özündən çox-çox yüksək olan insanlarla ümumiyyətlə oturub durmaq. İnsana pis təsir edir də, həyatını pozur. Dəvdəbəli həyatını görsün. Bəs necə? Bir də ümumiyyətlə boşanmaların artması həmişə gündəmdədir Mahir bəy. Bundan bağlı ekspertlər, hətta millət vəkilləri də bu yaxında prezident əsasında müzakirə edirlər. Amma bəzi ümumiyyətlə şəxslər, tanınmış aparıcılar əsər belə bir fikirdədirlər ki, ümumiyyətlə boşanmalarda eyni zamanda psixoloqlarda, məsələn, onlar deyirlər ki, burada həyəcan təbəli çalmalı bir şey yoxdur. Xoşbəxt bir ailənin belə deyim də, sırf boşanmasından davam eləməyindənsə, xoşbəxt olmayan bir ailədə bir uşağın böyüməyindənsə o travmalar, sonra biz məsələn də dünən Türkiyədə silahlı bir məktəbə hücum oldu. Yəni bu hamısı aidən bir araşdırmalara görə belə məlumatlar var ki, natamam ailələrdə böyüyən travmalı uşaqlarda yəni daha çox görülür belə aqressiya. Yəni onun davam etməsi zaten mənasızdır və ən sivil qaydada boşanmada, yəni belə deyim. Bundan necə razısınız? Qismən düzdür, amma 80% səhvdir. Necə? Boşanan ailələrdən neçə faiz boşanma səbəbi xanımın və yaxud kişinin, atanın və yaxud ananın aqressiv, dözülməz hərəkətləridir. Neçə faiz? Boşanmanın səbəbləri hamısı budur. Heç bir ciddi problem olmayan ailədə boşanmalar var axı. Bayaq dediyim kimi. Xanım aşırı dərəcədə gözləntisi var. Və yaxud kişi həyat yoldaşından aşırı dərəcədə gözləntisi var. O da var. Məsələn, onun bir həddə gözəlliyi var, aşırı gözəllik istəyir ondan. Və ondan ayrılır, boşanır. Və yaxud aşırı dərəcədə diqqət istəyir. Mənim ayaqlarımı yumalısan, mənim corabımı geyindirməlisən. Misal üçün. Misaldır bu kimi şeylər. Hər gün səhər saat 6-da mənə durub səhər yeməyi hazırlamalısan. Burada ciddi bir problem yoxdur. Axı biz bunu şişirdirik problemi. Ciddi bir problem diyorum. Ailə normal gedir. Bax, belə ailələrin bəs boşanmasına nə deyirik? Bəli, müəyyən qismdə ki, onun da statistikası aparılmalıdır. Aparılmayıb Azərbaycanda. Bu qurumlar onu aparmalıdır, statistika qurumları onu aparmalıdır. Neçə faiz dözülməz həddə çatır, bir-birinə qarşı söyüş, təhqir, onda deyirsən ki, daha belə halda uşağın böyüməsi travmalı olur, yaxşısı o ayrılsınlar, uşaqlarda salamat böyüsün. Belə hallarda əlbəttə razıyam. Dözülməz halda təbii ki, o uşağın o cür ailədə böyüməsi travmalıdır. Bir də biz jurnalistlər daim ayrı-ayrı sahələrlə bağlı problemləri ictimailəşdiririk. Tutaq ki, filan marşrut xətti üzrə avtobuslar yenilənməlidir, filan parkda skameykalar köhnədir, belə deyim, oturacaqlar və bunu dövlət qurumları yeniləyir. Amma bir problem var ki, bax, mən bu yaxında özüm Sumqayıt şəhərində yaşayıram. 590 və 595 saylı marşrutlar var, iri tutma aynaya məxsus. Sürücülər təsərrüfat və söhbət əsasında deyir ki, burada oturacaqları ümumiyyətlə sərnişinlər pis vəziyyətə qoyurlar, cırırlar, nə bilim, və yaxud da ki, zibilirlər salonu. Eyni zamanda parklarda da eyni vəziyyəti görürük. Biz ümumiyyətlə insan olaraq, baxın, dövlət bunu təmin edir, amma qorumağı bacarmırıq. Yəni, onları pis vəziyyətə qoyuruq. Bunları siz sanki insanlarda belə, mən deyərdim ki, vəhşilikdir də bu, yəni cızmaq, bıçaqla necə sən oturduğun taxtanın skameykanı cızıb ad yaza bilərsən, məsələn. Baxın, istər hüquqda yazılmış qaydalar olsun,
İstərsə də hüquqda yazılmayan qaydalar olsun. Məsələn, siz mənə salam verirsiniz. Bəli. Mən sizin salamınızın cavabını verirəm. Burada hüquqi bir prosedur yoxdur. Siz mənə gedib məhkəməyə şikayət edilməzsiniz ki, Mail müəllimə salam verdim, salamımın cavabını almadı. Deyəcəklər ki, Azərbaycan qanunvericiliyində cinayət məcəlləsində belə bir maddə yoxdur. Salamın cavabını almadı, sən də salam vermə də bundan sonra ona. Bütün hallarda qaydalara riayət etməyin bir proseduru var, mexanizmi var. Bax, əsas sual budur. Necə edək ki, İnsanlarımız, biz özümüz, hamımız yazılan hüquq qaydalara və yazılmayan əxlaqi qaydalara riayət edək. Bax, əsas sual budur. Cavab, bu qaydalar dayanmadan təbliğ olmalıdır. Danışılmalıdır. Dayanmadan hər gün. Necə? Yorucu formada xeyir. Təhqir edici formada xeyir. Mən Azərbaycanın ziyalısıyam, dururam, deyirəm, Azərbaycan xalqının 99% ağlı zəifdir. Belə bir ziyalını insanlar tullayırlar tarixin zibilliyinə. Belə ziyalı olmaz. Ziyalı millətini sevməlidir, ona dəyər verməlidir. Necə valideyn övladını sevməlidir. Əgər sən həqiqətən millətin ziyalısınsa, müəllimisənsə, millətə çıxış edirsənsə, danışırsansa və gözləyirsən ki, millət sən sözlə qulaq assın, onda zəhmət çək millətə dəyər ver. Zəhmət çək millətə dəyər ver. Sən bu millətdənsən, özünü qaldırıb göyün 7-ci qatına qoyma. Bax, belə bir modeldə bizim əxlaq müəllimlərimiz olsa, o əxlaq müəllimləri həm də ay iş adamları, dövlətə vergi verin, vergidən yayınmayın və s. Qırmızı işıqda keçməyin. Bax, görürsən, o hüquqi qaydaları da, o əxlaq müəllimi onu da desin insanlarımıza. Onu da desin. Təhsil alın və s. O olsa dayanmadan radioda, televizorda, sosial şəbəkələrdə mən 100% əmin edirəm sizi ki, o cür halların yavaş-yavaş tədricən qarşısı alınacaq. Əgər Avropada elə bir şeylər yoxdur ki, orada da var. Yəni, insanlar ümumi məkanları zibilliyirlər. Heç kim görməyəndə, kamera çəkməyəndə zibilliyirlər. Aydındır. Amma biz daha yaxşısını eləyə bilərik. Bizim Azərbaycanımızın mədəniyyəti, mənəviyyatı, əxlaqı köklüdür, fundamentaldır. Bizim kökümüz var, mədəniyyətimiz var, keçmişimiz var. Biz daha yaxşısını eləyə bilərik. Biz eləyə bilərik ki, hətta kamera çəkməyəndə də insanlar o xətanı eləməsinlər. Dediyim kimi, asan formada, cazibəli formada, dayanmadan millətini sevən ziyalılar bunları hər gün danışmalıdır, özdə təbəssümlə danışmalıdır. Bir də bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə bir görüntü yayıldı. Bilməm, sizin qabağınıza çıxdı yoxsa xəbər səhifələrində də paylaşıldı. Bu, bir 60 yaşlarında 2 metroda yerləşir və yanında 15-16 yaşında bir uşaq ona qeyri-etik hərəkətlər edir bilərlə və çəkən bir çox kimaş o da uşaqdır və o başlayır gülməyə. Ümumiyyətlə, bundan başqa da biz, məsələn, mən görürəm ki, cəmiyyətdə mübahisələrdə, məsələn, gənclərlə orta yaşlar arasında onlara qarşı, nə bilim, belə səsini ucaldır gənclərə, deyir ki, neyniyim ki, sən mənə yaşda böyüksən. Amma yəni bu siz hörmət get-gedə azalır. Bunun səbəbi nədir? Bax, gənclər niyə görə bu cür addımlar atırlar? 11-12 il bundan qabaq Azərbaycanda özəl yüksək məbləğdə ödənişi olan orta məktəblərin birində bir il müddətinə etika dərsi dedim. 7-ci, 8-ci siniflərə. Belə bir dərs yoxdur. Sadəcə o özəl məktəb məni dəvət eləmişdi. Həftədə 45 dəqiqə bir sinifə dərs keçirdim. Sinifdə 2 şagird çox şuluq idi. Tərbiyədən məhrum idilər, əxlaqdan məhrum idilər. Amma qalanları qızıl gül, tərtəmiz, gözəl. Biz adətən insan psixologiyası belədir. Biz yəni Azərbaycanlıları yox. Ümumiyyətlə insan psixologiyası belədir. Biz çatışmazlıqları tez görürük. Yaxşılıqları görmürük, çatışmazlıqları görürük. Bu belədir də, divarda ağ rəng olanda qara rəng tez görünür. Adətən insan psixologiyası belədir, o əyri tərəfləri tez diqqət çəkilir. Təbii ki, və təəssüf ki, Azərbaycanda yeniyetmələr arasında əxlaqdan, ictimai normalardan sapma halları var. Amma biz bunu o qədər abartmayaq ki, deyək ki, bizim yeniyetmələrimiz pozulur, gənclərimiz pozulur. Mən bunun tərəfində deyiləm. Çünki kifayət qədər bizim gözəl, dəyərli əxlaqlı gənclərimizə var. Hətta o
aşağı səviyyəli hərəkətə edən gənc də pis uşaq deyil. Gəncdir, yeniyetmədir. Ola bilər evində görməyib, valideynləri ona kifayət qədər işləməyib, ola bilər işləyiblər. Amma bir dənə deməli, yanlış bir dostla dostluq edir, ona o pis vərdişləri öyrədir və s. Yenə də qaydıran məsələyə, başqa çarəmiz yoxdur. Öyrətməliyik. Səbirlə, hövsələ ilə öyrətməliyik. Bir də ümumiyyətlə ölkədə məişət zorakılığı və qadın cinayətləri durmadan artır. Yəni elə bir gün yoxdur ki, mətbuatda buna bağlı məlumatlar verilməsin və ən dəhşətlisi budur ki, buna bağlı yəni bizim əlimizdə real statistika yoxdur. Yəni hesablayacaq müstəqil QHT-lər, Dövlət Statistika Komitəsi də real statistikalar açıqlamır da, belə deyim. Biz mətbuata çıxanları bilirik, amma ayrı-ayrı ölkələrdə, məsələn Avropa Birliyi ölkələr bir-birinin ardınca ilə bir neçə bundan əvvəl məsələn İtaliya qanunu qəbul edir ki, məsələn qadını öldürən şəxs bir vəfəlik ömürlük cəza verilir. Niderland və Belçika Krallığında qadın cinayəti ayrıca kateqoriya kimi hesablanılır adi insan qətlindən. Amma bizdə cəzalar hələ də 2000-ci illərin əvvəllərində qəbul olunub. 13 il, 14 il və xüsusilə massızlıqla belə hətta 17 il verilir. Bu ümumiyyətlə bu cəzalar mən deyərdim ki, biabırçıdır. Və yaxud da zorakılıqla bağlı müraciət edir qadın polisə. Polis deyir ki, ailə məsələsi, biz buna qarışmırıq falan. Sizcə necə düşünürsünüz? Bizdə ümumiyyətlə buna bağlı cəzaların artırılmasına ehtiyac varmı? Bu suala hüquqşünaslar daha yaxşı cavab verər, amma mən öz baxışımdan deyim ki, məncə var. Məncə var. Çünki xanımlara diqqət daha çox olmalıdır. Xanım həssasdır, zərifdir, həssasdır. Xüsusi deməli, güldür də, güldür xanım. Çiçəkdir. Gülə çiçəyə xüsusi qarı göstərilməlidir. Mən bunun tərəfindəyəm. Amma aşırı dərəcədə diskriminasiya olanda da bu kişi-qadın ayrımı yaradır, onun da tərəfində deyiləm. Onun da tərəfində o fəlsəfi baxışda dostumuz Anar müəllim deyirdi, Anar Qafarov deyir ki, egzistensiyanı bir-birindən ayırmayaq, qadın kişini bir-birindən ayırmayaq, hər ikisi varlıqdır. Amma təbii ki, spesifik xüsusiyyətləri var, razıyam, amma qadın qətilləri, qadınlara qarşı zorakılıq nə həddədir, əvvəl belə deyildi, yoxsa indi belədir. Bunların hamısı statistik məlumatlar olmalıdır əlimizdə, dəqiq. Yəni efirlərdə bildirirlər ki, qadınlar deməli alimentə görə boşanırlar ki, getsinlər bir uşaq nəyə getsin və aliment belə deyim alsınlar. Aliment məbləği bu günlər nə qədər böyük bir məbləğdir ki, buna görə bir qadın öz xoşbəxt ailəsinin uşağının ki, günlük xərci deyil də, yəni atıb onu boşanmaq istəsin. Mən çox təəccüblənirəm əgər belə bir yanaşma olsa. Çünki aliment məbləği bizdə yüksək deyil ki, bir xanım hansı ağlın yiyəsi olmalıdır ki, gözəl ailəsini, şirin ailəsini, isti ailəsini, ocağını dağıtsın ki, məsələn, bir uşağı var, 2 uşağı var, ayda buna 300 manat, 500 manat aliment alacaq. Axı bu 300 manat, 500 manat alimentlə uşağı böyütmək, ailəni saxlamaq, bu müşkül məsələdir. Mən İnanmıram, heç bunun faizi 1% də olmaz. Yəni, boşananların arasında xanımların belə bir fikri olar. Belə bir fikri olar. Təsadüf bəlkə də təsadüf ola bilər. Yenə deyirəm, məbləğ yüksək məbləğ deyil. Məntiqə uyğun deyil. Məntiqə sığmır. Yəni, istər rayonlarda, istər şəhərlərdə, hələ rayonda əgər həyat yoldaşı işləmirsə, orada az məbləğ, 150 manat, 200 manat belə təyin olur bildiyim qədər aliment. Ona görə bu cür yanaşmaq mənə elə gəlir ki, qadınlara qarşı haqsızlıqdır. Boşanmaların səbəbi bu deyil. Boşanmaların səbəbi sırf maddi də deyil. Əsas psixoloji səbəblərdir. Əxlaqi səbəblərdir. Bir-birinin sözünü udmurlar, bir-birinə qarşı aqressivdirlər, bir-birini yola vermirlər. Qaynata-qaynana söhbətə qarışır, böyüklər bəzən boşanmaya səbəb olur. Mənim gözümün qarşısında bir neçə ailə boşandı, səbəbkar da qaynata-qaynana idi, böyüklər idi. Ona görə bəzi qaynatalar, qaynanalar gərək bu məsuliyyəti başa düşsünlər, icazə versinlər, gənclər xoşbəxt olsunlar, öz egolarını qoysunlar kənara.
Bir də Əməl bəy, bölgələrdə çox azacaqlı bir vəziyyət var ki, 15-16 yaşında qızların özlərindən 2 dəfə böyük 30 yaşlarında, 35 yaşlarında oğlanlarla evləndirilməsi adi hal alır. Və məktəblər də bunu görürlər, məktəbdən təhsildən yayınır. Həmin məktəb direktorları, müəllimlər gəlib bu uşağın biletimdə toyunda oynayır. Bax, bu biz dəfələrlə 16 ildir sosial verilişlərə təbliğat gedir ki, bunu eləməyin. Hətta buradan bağlı qanunlar o qədər acizdir ki, hətta məsələ ictimailəşir, yəni ailələrin vericisi olmur və bir dəfə sosial verilişlərin Layla xanım verilişində açıq aşkar deyirlər ki, siz istəsəz də Kürdəmirdə biz bu toyu eləyəcək, hətta aparıcını döyməyə çalışmışlar və sonra bağışlanır. Yox, axı qanun qadağan edir. Yəni 18 yaşından tez qanun qadağan edir. Mən o qanunun dürüstlüyünə inanıram. Məncə çox düzgün yerindədir. İcazə verək, qızlar hələ yetişsin, formalaşsın və ondan tez əgər bir ailə qursa, o qanun orada inzibati deməli müdaxilə eləməlidir mütləq. Çox təşəkkür edirəm. Sağ olun. Siz sağ olun.